Hər vaxtınız xeyir olsun. Uşaq doğmaq o qədər məsuliyyətli bir şeydir ki, amma bizim insanımız elə bir pişik balasından da məsuliyyətsiz yanaşır öz uşağına. Ayrıca mən bir pişik balasını saxlamaq deyəndə onun məsuliyyəti altında, onun ağırlığı altında əzilirəm. Amma adam var ki, bir uşağına baxa bilmir, bir uşağına vaxt çatdıra bilmir. Məsələn, elə gənc adam tanıyıram, bir uşağı var, 4 uşağı olsa da istəyərəm. Halbuki o bir uşağa, o ailəyə pul çatdıra bilmir, o uşaqla vaxt keçirə bilmir və anlamırlar ki, uşaqlara sizin giyiminiz, yemək verdiyiniz yeməkdən vacib, onları emosional cəhətdən nələrsə verməlisiniz. Onlar sizi xatırlayanda o yeməyi, içməyi yox, sizinlə olan xatirələri xatırlayacaqlar. Yəni, uşaqlar sevgisizlikdən ölür. Mən bir müəllim kimi deyirəm. Uşaqlarla şəxsiyyət kimi yanaşın, uşaqlarla söhbət edin. Bir atadan soruşuram, neçə uşaq var, 2 qızım var, elə deyir, elə bir bədbəxt adamdır. Nə qədər naşükürdür deyirəm bu millət. Yəni 2 qız verib Allah sənə və ata-anaya da ən yaxşı baxan qız evladı olur. Hələ gedib qız uşağı biləndə abort etdirənlər nə qədər var, zorla. Yəni dəhşətdir və sonra da Allah deyənlər onlar sonra da. İnanırsınız? Uşağına bir qram sevgi, diqqət verməyib Allah deyən onlar. Əzizəm, sizin uşaqlarınız sevgisilikdən ölür. Uşaqları pisləməyin özdə. Uşaqlar pisdirsə siz pissiz. Güzgüyə baxın. Özü də sındırılmış, qırılmış uşağı düzəltmək, insanı düzəltmək daha çətindir. Ona görə başqa ölkələrdə uşaqda olandan ona püf-püflə diqqət verirlər. Çünki sonra onu düzəltmək olmur. Sonra cəmiyyət üçün yararsız adamlar olur, psixopatlar yetişir, cinayətkarlar yaranır və o travmatik nəsil başqa bir travmatik nəsil doğurur. Mənim də 2 qızım var. Ondan sonra anamdan tutmuş, evindən tutmuş üstümə düşdülər ki, yenə doğ, oğlan olsun. Halbuki heç biri o uşaqla nəvə deyib, nə mənim anam, nə ev tərəf bir qram baxmağa kömək eləmədilər. Yuxusuzluqdan ölürdüm və deyirdilər elə olmalıdır. Halbuki anlamırdılar ki, yuxusuzluq qədər insan beynini pozan ikinci nəsnə yoxdur. Yarım saatlıq uşağı qoymağa adam tapmırdım, amma üstümə düşmüşlər, oğlan da o. Mən dedim, ancaq mən bu 2 uşağı ayaq üstə durğuza bilərəm. Heç olmasa analar anlasın, çünki sevgini ana verir. Qızın həyatında ata figuru da əsasdır, çünki qız ərini ataya uyğun seçir. Amma uşaqların ümumiyyətlə hər iki qız oğlanın həyatında ana figuru əsasdır. Mən də köhnələrin bizi aşıladığı yolla gedərək yanlışlar etdim. Amma sonunda bilgiləndim, öyrəndim, onlarla bərabər analığı öyrəndim, səhvlərimi düzəltdim və kommunikasiya yaratdım uşaqlarla. Uşaqlar valideyn kimi olmalı deyil. Uşaq Allahın ona qoyduğu potensialı zərrəni inkişaf etdirməli. Əgər valideynin qoyduğu yolla gedirsə, təkrar olur da. Bu ölkədə şəxsiyyətlər yetişməli.